Salam əziz dostlar, bugün sizlərlə həyatda qalma Minecraft oynayacağıq. Yəni sağ qalmağa çalışacağıq. Heç nəyimiz yoxdur. İlk növbədə özümüz üçün bir dənə balaca ev eləyəcəyik. Çox da böyük ev eləmək fikrində deyiləm. Birinci odun qırıb onu taxtaya çevirəcək. Hələlik birinci gündəyik. Çox böyük ev istəmirəm. Balaca bir dənə ev eləyək ki, axşam sağ qala bilək. Creeper, zombilər falan gəlib bizi öldürməsin. Birinci odunları tez-tez qırmaq üçün mən balta eləyəcəm özüm üçün. Bir dənə burada crafting table düzəltdim. Bu crafting table-la da bir dənə qılınc, bir dənə balta. Qılınc da orada lazım olurdu. Bir də gördüm birdən-birə arxadan gündüz çağı olan bir yaratıqlar, hörümçək gəlir. 40-45 dənə odun mənə bəs eləyəcək. Bu bölümləri sürətlə keçirəm ki, sizin ürəyiniz sıxılmasın. Balaca bir ev eləyəcəm onsuz. 45 dənə odunumuz hazırdır. Yəni bunu taxtaya çevirəcək. Düz bir yer tapıb balaca bir dənə evimizi eləyəcək. Axşam olmaya da az qala bir şey qalmayıb. Nəsə axtarırıq. Düz bir səliqəli bir yer. Hətta madənə yaxın bir yer olmalıdır ki, əziyyət çəkməyək. Madənə yaxın olsun ki, işlərimizi daha rahat görək. Burada gündüz çalışır. Başında kask var deyə yəqin ölməyib. Bunu bir dənə başa salayıq burada. Bəlkə başındakı kaskı alsaq rahat ola bilərik. Başımıza taxarıq. Kask vermədik. Burada əti götürək, onda əti yeyərik. Burada bir dənə toyuq var, toyuq əti. Yemək də lazımdır ki, onsuz canımız da azdır. Elə bu yanlarda eləmək istəyirəm evi. Yaxşıdır da bir dənə. Madən tərəfə də yaxındır. Burada da elə bir dənə balaca madən var. Burada elə bir dənə ev eləmək olar. Bir dənə bu şey, bunları bir dənə buradan çıxardıq, təmiz olsun, buranı qazaq. Lapaska eləyib tez qaza bilərəm, prosta özüm əziyyət verməyi xoş deyirəm də. Burada bunları qazaq, səliqəli bir dənə düz yerimiz olsun. Donuz. Donuz əti yemək aram deyə mən oyunda donuz yeməyəcəm. Nəhayət bitdi. Burada da creeper var. Bax bu uşaqlar bu çəmi öyrənir lazım olacaq. Onu həm partladacaq burada, həm də əziyyət çəkməyəcək. Torpaqlarda adama lazım olur bəzi şeylər üçün. Torpaq qırmadı. Amma canımız da çox da getmədi. Torpaqları qırmadıq. O da bizə lazım olacaq. Ət yeyək burada. İkinci niyə yemiyor? Burada bir dənə də toyuq əti var idi. Toyuq bayaq öldürmüşdü. Burada var idi, toyuq əti var idi. Nə oldu bu? Burada. Bunu götürə yiyək. Götürə bilmədim. Niyə götürə bilmədik? Bəzən beni götürə. Yiyək, cana gələk. Qoyumuzu rahat işləyək. Hər şeyimiz var. Evimizi rahat eləyə bilərik. Onsuz da ölədiysən, niyə gəlirsən? Niyə gəlirsən üstümə? Ölədiysən də. Yanırsan, yanır. Öləcəyin bilirsən, gedib biraz ömrün var, onu yaşa. Gəlir üstümə. Evi eləyəndə biraz sürətləşdirəcəm, də mahnı qoşacağım, ürəyi sıxılmasın deyə. Hələlik belə oldu. Sadə bir dənə balaca ev oldu. Yavaş-yavaş indi düzəldəcək. Bir dənə çölə baxım. Hələ axşamdır. Çölə çıxmaq çox da güvənli deyil. Burada yenə də beşər qalmayaq. Yatağımız yoxdur. Yenə də beşər qalmayaq. İstəyirəm hələlik yeri bir dənə qazay taxta ilə, işə səliqə ilə düzəldək. Burada biraz sürətləşdirəcəm ki,
Yəni sıxılmayasınız da, deyə qabağa atır. Qabaq tərəfi 2 dənə pəncərə elədim və arxaya da 2 dənə pəncərə eləyim ki, gündüz sağı aydınlıq olsun, evə işıq gəlsin, qəşəng görsənsin. İndi onsuz da hava aydınlaşır yavaş-yavaş. Axşam mən də ancaq evi düzəltmişəm belə. Biraz qəribə oldu bu. Yəqin ev test tələsi eləmişik deyə belə oldu. Nəysə, bunu başqa cür eləyəcəm gələn bölümlərdən. Yavaş-yavaş evi yuxarı qaldırmaq istəyirəm. Burada şüşə eləyib, daha açıq qalıb deyə skelet bizi oxladı. İndi hər də açılır yavaş-yavaş. Elə ancaq evi belə elədim. Balaca bir dənə ev oldu. İnşallah bəyənib abunə olsunuz. Belə həvəslənərəm. Daha belə dostlarla falan da onlayn qoşulub oynamaq istəyirəm. Belə evi yavaş-yavaş yuxarı qaldırdım. İndi test eləsi elədim deyə bir dənə balaca belə ev oldu. İnşallah indi qəşəng bəyəni gəlsə, heç olmasa bir 100 bəyəni də olsa gəlsəm, ardından davam edəcəm inşallah. Sağ olun, salamat qalın. Videonu bəyənib abunə olmayı unutmayın. Drink, think deeply as I sink. Finally, someplace I found.